Bu günlərdə daha doğru desək, noyabrın 5-i 2025-ci il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəmmalı bir dənə xəbər yayıb. Əgər buna xəbər demək mümkündürsə, həmin məlumatdan sonra insanlar təşvişə düşüb, mediada, kütləvi informasiya vasitələrində xəbərlər hazırlayır, amma həmin müəmma ortadan qalxmır, o aydınlığa çıxmır. Söhbət nədən gedir? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə bəzi ictimai yaşayış obyektlərində və şadlıq saraylarında mənşəyi məlum olmayan ət məhsulları aşkarlanıb. Yəni bəzi, ancaq söhbət hansı ictimai yaşayış obyektlərindən və şadlıq saraylarından getdiyi məlum deyil. Sadəcə quru bir xəbərdir, əgər buna xəbər demək mümkünsə, amma quru xəbər, yəni faktı olmayan xəbər olmasına baxmayaraq insanlar arasında çaşqınlıq yaradıb, təşviş yaradıb. Həmin məlumatda bir dənə də olsun ictimai yaşayış obyektinin adı və ya şadlıq sarayının adı yoxdur. Eyni zamanda da bir dənə də olsun şəkil yoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu məlumatı insanlar arasında təşvişə səbəb olub. Əgər monitorinq keçirilibsə, həmin deməli ictimai yaşayış obyektlərində, restoranlarda, şadlıq saraylarında mənşəyi məlum olmayan ət məhsullarından istifadə olunursa, onlar niyə ifşa olunmayıb? Onların niyə adları çəkilmir ki, insanlar da rahatlaşsın? Həmin məlumatda o deyilir və o da deyilir ki, insanlar həm ictimai yaşayış obyektlərinə müraciət edən zaman baytarlıq sənədinin şəhadətnaməsini tələb etməlidir. Bizdə təcrübədə elə bir şey varmı? Gündə minlərlə, 10 minlərlə insan şadlıq saraylarında toy edir, məclis edir və yaxud restoranlara gedir. Dönərxanasından tutmuş, şadlıq evlərinə kimi hamısı ictimai yaşayış obyektləridir. Və indiyənə kimi görülübmü, belə təcrübə varmı? Bir-bir gedib baytarlıq deməli sənədin və yaxud şəhadətnaməsini soruşsun. Axı nəyə görə belə müəmmalı məlumat, insanlar arasında təşviş yaradacaq məlumat yayılır ki, insanlar da gedib bir-bir soruşmalıdır. İnsanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə arxayın olmalıdır. Onun möhrünə, onun verdiyi sənədə arxayın olmalıdır ki, rahat gedib restoranlarda otursun, yeməyi yesin və yaxud toy eləsin, oraya minlərlə insanı dəvət eləsin. İnsanlar Qida Təhlükəsizliyi Agentliyinə etibar eləməlidir. Əgər fiziki olaraq çatdıra bilmirsinizsə və deməli, işçilərinizin sayını artırın, bu belə müəmmalar xəbər yaymayın. Faktları da ifşa eləyin. Əgər deməli, fakt varsa, nəyə görə ifşa yoxdur, nəyə görə ad yoxdur? Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir insanları belə çaşdırmamalıdır və faktlar əsasında məlumat yaymalıdır.